Baxın bu video Gürcü blogerlə, bax erməninin danışıldı, həmən xəstəliyin bariz nümunəsidir. Baxın buna zəhmət olmasa. Растет, как не растет? У нас все растет. А зато при чем? Не, ваш коньяк хороший. Просто завод тоже грузин поставил первый завод в Армении. Клянусь. Ты знаешь, кто поставил первый завод в Армении? А ты знаешь, что грузинский алфавит Месров Маштос написал, понимаешь? А ты в курсе, что этот Миштот родился после того, после 600 лет, как у нас уже был алфавит? Нет, нет, у вас не было. Зайди, посмотри видео. Зайди, прочитай. Когда армяне были, никто не был. Весь мир ищет этот вопрос. Я неправильно задала вопрос. Весь мир ищет этот. Раз первые были на земле армяне, они должны знать, курица первая была или яйца. Şengel Asmalişvili. Сейчас скажу яйца. Ай, Валя, как мне сейчас не смеяться? Xəstədir bu. Səhətdən fikir verin onu. Kimdən əmələ gəldiyi də, gəlməsi söz gözündə, amma qoyarım bir tərəfə. Baxın onun üzünə. Xəstədir. Və bu tək deyil, bütün o toplumun böyük faizi. İndi onlara inyeksiyalar vurulur, dərmanlar vururuq biz. O qələbəmizlə qəşəng onları anladırıq ki, görürsünüz necə qoydular evlərinə çıxdılar, getdilər ki, deyəsən biz düz eləmirik, deyəsən biz düz eləmirik. Sağ ol siz, elə millət siz. İndi onlara ayrılır ki, hə kişi, sən birinci adam dörsən, sən adamsan ümumiyyətlə, bir özünə bax, göz gidə. Sənin beynimə yeridi buradan, salıb bizim üstümüzə, başa düşürsən, sən mənlə vuruşa bilərsən. O gücü vardı, bir vaxt vardı, bizim beynimizə türklüyü pozmuşdu. Onun gücü ancaq oradadır. O təşkilatları ilə, kəşfiyyatı ilə beynimizi pozur, taxtabaşları yaradır, onda bizi məğlub olur. İndi o dövr, Türkiyə də bizi, deyəsə Pakistan da gəlir bura. Pakistan da bizi. Sən birinci adam bizik, nə bilim, Noy bizik, Nuh da bizik, şey də bizik. Bu xəstədirlər bunlar. Bu xəstə təfəkkürün təbii ki, nəticəsində indi böyük fəsad içindədirlər. Böyük fəsad, təhlükəli mövcudluqları sual altındadır. Amma o xəstəliyi təkcə burada deyil ki, İranda da o xəstəliyi var da. Ki, saçı elə tutma, başı elə tutma, əli elə uzatma ilə. Sonra o nə dedi, Xomeyni nə dedi? Xomeyni. Ay, Xomeyni. Nə Xomeyni? Nə? Nə baş verir? Nə icad eləmişsiniz? Nə icad eləmişsiniz? Nə? Bəlkə siz Edisonsuz, bəlkə Teslasız, bəlkə Rezerfordsuz, bəlkə Pascalsız. Kimsiniz siz? Hara aparırsınız bu cəmiyyəti 1400 il bundan əvvəl? Hara? 1400 əvvəl də elə deyirdi. Çünki biraz irəli getsən, həmən o İslam xilafəti yaralananda Abbasilər dövründə Bağdadda akademiyalar vardı, filosoflar vardı, alimlər vardı. Mən təkcə İbn Sina'dan söhbət getmir. Böyük alimlər vardı, astrologiya alimləri vardı, fiziki məqamları öyrənirdilər. Bütün qədim, həmən kafir dediyiniz, kafirdirlər də, onlar çünki xristiyan da olmayıblar. Qədim Aristotelin, Platonun, onlara sizə görə yəni kafirdirlər. Qədim Yunan alimlərinin kitablarını tərcümə edirlər ərəb dilinə, düzdür, özü fars alimləridir əksəriyyəti. Tərcümə edirlər və oxuyurdu və elm gəlirdi, biraz inkişaf gedirdi. Hamısını boğdular. Xəstələr, hamısını. Harada elm var, təhsil var, işıq var, ona hücuma keçirlər. Amma onun nəticəsi çox böyük faciə ilə bitəcək sizin üçün, xəstələr. Çox böyük.